Hello everyone. Herkese selam. Bugün lesson 3'ü geçirdik. İkinci sınıfta lesson 3, ders 3. Birinci tapşırıq. The Happy Kite. Gəl, the xoşbəxt çarpana. Gəlin mətni oxuyaq. I'm Twig. Mən Twigəm. This is my sister Daisy. Bu mənim bacım Daisy'dir. Look Daisy, a kite. Daisy bax, çarpanang. This is my brother Root. Hey Root, look a kite. Bu mənim qardaşım Root'dur. Hey Root. Çarpananga bax. Hello mom and dad. Salam ana və ata. Hello grandma and grandpa. Salam nənə və baba. This is my kite. Bu mənim çarpanangimdir. Goodbye. Sağ olun. Gəlin dinləyək mətni. Track 9. The Happy Kite. I'm Twig. This is my sister Daisy. Look, Daisy, a kite. This is my brother Root. Hey, Root, look, a kite. Hello, Mom and Dad. Hello, Grandma and Grandpa. This is my kite. Goodbye. İndi gəlin keçək tapşırıq 3-ə. Burada yenə ailə üzvlərinin verilməyən hərflərini tapmalıyıq. İlkini özləri veriblər, sister sözü. İkincidə brother, B hərfi olacaq, qardaş deməkdir. Üçüncüdə mom, ana deməkdir. Dördüncüdə dad, ata. Beşincidə grandma, nənə. Altıncıda da grandpa. İndi keçək bugünkü iki hərfimizə. L and I. L hərfi məsələn look sözündə işlənib. Look. Look Daisy. Bax Daisy. Look bax deməkdir. İkinci hərfimiz isə I. I is sözündə işlənib. Məsələn, burada kite sözünün ikinci hərfi də I-dır. Lesson 4. Dərs 4. Wordwork. Söz işi. Burada 2 ədəd yeni hərfimiz var. M hərfi M kimi tələffüz olunur. Məsələn, mom. Bir də A hərfi var. A hərfinin 3 cür tələffüzü var, amma ikinci sinfin olduğu üçün burada bir tələffüz verilib. O da ə kimi səslənəcək. Dad, mad. İndi gəlin keçək tapşırıq 1-ə. Listen and chant. Dinlə və oxu. Gəlin indi dinləyək. Track 10. Word work. Add, mad. Add, mad. Add, mad. Gəlin indi biz təfsir edək. Burada add, mad. Yəni mad sözü əsəbi deməkdir. Burada şəkildə də verilib qız əsəbidir. Keçək tapşırıq 2-yə. Look at the words. Say the words with the M and A sounds. Deyir ki, sözlərə baxın. Onları M və Ə səsləri ilə deyin. Gəlin birinci şəkil. Munch. Munch səsli yemək deməkdir. Yeməyi səsli şəkildə yemək. Burada M səsi. İkinci sözdə mom. Burada da M səsi, ana deməkdir. Üçüncü sözdə dad. Burada A hərfi ə kimi tələffüz olunur.
Keçdik tapşırıq 3-ə. Quiz the words-dən S sözlər təxmin elə və sonra D. İlk öncə təxmin eləyək. İlk şəkildə qız əsəbidir. Əsəbi nə deməkdir? Mad. Ona görə boşluğa ə səsi verdiyi üçün A hərfini, yəni A yazacağıq. İkinci şəkildə ata şəkli verib. Ona görə də oraya yenə A hərfini, yəni A hərfi yazacağıq. Üçüncü şəkildə də uşaq xoşbəxtdir. Xoşbəxt də happy deməkdir və A yazılacaq və ə kimi oxunacaq. Keçdik tapşırıq 4-ə. Say it. D. Amma gəlin ilk öncə biz bunu dinləyək, sonra da birlikdə tələffüz edək. Track 11. My mom and dad are happy. Gəlin indi bizə my mom and dad are happy. Mənim anam və atam xoşbəxtdirlər. Goodbye, see you later.